Dostlarımdan birinin onlayn təlimində qısa bir müddət iştirak etmişdim və orada keçirdiyim bir neçə dəqiqə hələ də mənim xatirimdədir. Açığı orada slayd olaraq göstərdiyi həmin o vizual hər nə idisə, hər nə mükəmməl şey idisə, tam dəqiq xatırlamasam da, o anlamı hələ də zehnimdə tuturam və ondan sonra belə bir qərar qılmışam ki, 4 cür kateqoriya var idi və insanlar hər biri hər zaman hər şeyi eyni cür anlamırlar. Burada sadəcə görüntü mərkəzli, eşitmə və s. öyrənməkdən bəhs etmirəm. O ayrı bir mövzudur əlbəttə. Mənim əsas diqqətimi çəkən nüans, əgər oradakını doğru anlamışdımsa ki, bildiyim şeyin doğru olduğunu inanıram, düşünürəm hal-hazırda. Ki, hər kəs sadəcə ağlı ilə bir şeyi dərk etmir, ağlı ilə qərar vermir. Kimisi hissləri ilə bunu qəbul edir, kimisi faktlar əsasında bir şeylərə inanır və onu həyat tərzi halına çevirir. Və bir sıra fərqli nüans da var idi və o məndə belə bir anlam yaratdı ki, əslində biz hər zaman hər kəsə eyni yoldan bir şeyləri izah etməyə çalışırıq. Halbuki bəzi insanların o hissəsi bağlıdır və sən nə qədər sübut da göstərsən, onu əsla və əsla qəbul etməyəcəklər. Çünki onlar duyğusu olaraq bu arada yanaşırlar, hissi olaraq yanaşırlar və öz hisslərini və ya daha fərqli şeyləri daha öncə elə gətirirlər. Və bəziləri də var ki, bunun əksini etdiyi zaman onlarda həmin funksiya özünü doğrultmayacaq. Bu səbəbdən də bəzən biraz daha rahatlamaq, bəzən bəzi məsələləri daha axışına buraxmaq, daha fərqli aspektdən baxmaq lazımdır deyə düşünürəm. Çünki əsas məqsəd bizdə, biz tərəfdə həll yönümlü yanaşma olmalıdır, inkişaf yönümlü təfəkkür olmalıdır və bunları da istəyirsə bəzi şeyləri də həmin o aspektlərdən, daha fərqli aspektlərdən baxmağı da bacarmalıyıq. Əlbəttə bir şeyin ədəbiyyatını etmək asandır, onun praktikası daha çətindir hər zaman. Amma ümid edirəm ki, bu giriş hissəsi bizi praktikaya götürən əsas nüansdan biri olar. Özünüzə yaxşı baxın, hələlik.